Bura çox qəşəngdir. Mən bura birinci dəfə gəlirəm. Mən yenə bura gələcəm. Bu çimərlik böyüklərlə yanaşı uşaqların da sevimli məkanına çevrilib. Burada onların əylənməsi üçün atraksiyonlar quraşdırılıb, oyun meydançaları təşkil edilib. Sıralanmış çətirlər, təmiz qum və isti günəş. Hazırda dayandığımız Corat çimərliyini bu sözlərlə təsvir etmək olar. Bu il Xəzər sahilində daha 10 yeni ictimai çimərlik istifadəyə verilib. Bunlar əsasən Novxanı, Türkan, Şüvəlan, Şıx və Corat ərazisində yerləşir. Hər biri 3 hektardan ibarət olan çimərliklərin ümumi sahəsi isə 30 hektarı əhatə edir. İnsanların ictimai çimərliklərə üstünlük verməsinin əsas səbəbləri isə rahatlıq, əlçatanlıq və təhlükəsizlikdir. Burada ailələr və dostlar birlikdə vaxt keçirə, uşaqlar üçün daha təhlükəsiz mühitdən faydalana bilərlər. Ödənişsiz giriş və münasib qiymətə xidmət bu məkanları daha cəlb edici edir. Bundan başqa ərazidə təmizlik təmin edilməklə yanaşı sanitar qovşaqlar, duş kabinləri, soyunub geyinmə otaqları və digər zəruri infrastruktur yaradılıb. Yaradılan şəraitdən çox razıyıq, hər şey qaydasındadır, təmizlik, hər bir çimərlikdə nə lazımdırsa, hər şey burada var. Gəlirik burada futbol stadionundan, yaradılmış atraksiyonlardan istifadə edirik və vətəndaş olaraq da bizim üstümüzə düşən əsas öhdəlik buranı təmiz saxlamaq, ətraf mühiti çirkləndirən şəxsləri də bu haqda məlumatlandırmaqdır. İctimai çimərliklərdə tullantıların düzgün idarə olunması, təmizlik işlərinin mütəmadi aparılması da diqqət çəkir. Əvvəlki vaxtdan bura tanımaq olmurdu. Bura bilmirdin zibilxanadır yoxsa dənizdir. Qarpız qırığı, butulka qırığı, ondan sonra daşlar, parçalar, bütün belə zibillə doluydu. İndi maşallah olsun, hər şey öz qaydasına düşüb. Belə ictimai çimərliklər Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılıb. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün ictimai çimərliklərdə səliqə səhmanın, təmizliyin, keyfiyyətli xidmətin davamlı olması daim nəzarətdə saxlanılır. Vətəndaşlar ictimai çimərliklərdə yalnız stol, stul və jezlong kirayəsi, həmçinin digər xidmətlərə görə ödəniş edəcəklər. Bu barədə məlumatlandırıcı və istiqamət verici lövhələr ictimai çimərlik ərazisində müxtəlif yerlərdə quraşdırılıb. Qasım Xuluflu, İbrahim Yusifli, İTV Xəbər.